Eğer bir məsciddə yəni 2-3 nəfər, yəni ki, hansısa bir səbəbdən yəni, adam olursa və evdə bəlkə də 4-5 nəfər olur. Yəni yenə də məscid fəzilətlidir, yoxsa Məscidə getməyin fəziləti ayrıdır axı. yəni, Çünki həqiqətən ki, məscidə gedib gələnlər üçün, bəli, məscidə getmək daha yaxşıdır. Amma indi elə bilər ki, elə bir səbəb ola bilər ki, indi məqsədə uyğun evdə qılmaqdır, da evdə qılırsan cəmaatla. Amma belə məscidə getməyin fəziləti ayrıdır, xüsusidir. Yəni, məscidlər yəni, məhz ibadət üçün tikilib. Amma evlər belə deyək də, namaz üçün tikilmir axı, evlər yaşamaq üçün tikilir. Sən evdə dünyavi işlərlə məşğul ola bilirsən, ehtiyacları ödəyirsən, lakin məsciddə bunu eləyə bilməzsən. Məsciddə sırf nə üçündür? İbadət üçün. Ona görə məscidə gedib gəlmək ibadət üçün bu fəzilətdir, savabdır. İstər orada elm öyrənməyə gedəsən, istər namaz qılmaq üçün gedəsən, hətta adi duha namazını gedib qılmaq fəzilətdir. Savab var, bunun savabı vardır. Duha üçün gedirsən, məscidə 2 rükət qılıb gəlirsən. Hətta gör məscidlərin üstülüyünə, fəzilətinə bax ki, Allah Rəsulü səfərdən qayıdan birbaşa hara gedərdi. Gedib məscidə 2 rükət namaz qılardı. Gör, fəzilətdir. Ona görə məscidlərdə namaz qılmaq böyük ibadətdir, həris olmaq lazımdır. Amma dediyim kimi, elə bir şəri məsləhə ola bilər ki, sən evdə qılmağın daha yaxşıdır. Məsələn, ola bilər ki, qonaqların gəlib, indi yığışaq, gedək, gələ alınmır və yaxud da ki, nəsə bir xeyir məclisi var, evdə eləmirsən, onda artıq heç də evində qılırsan. Amma belə bir şey yoxdursa, şəri üzrün yoxdursa, təbii ki, məscidə getmək daha güzəldir.